Investors Investor şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiyməti ucuzlaşmaqda davam edir. Belə ki, çərşənbə günü Amerikada ithal qiymət indekslərinin və federal büdcə balansının mənfi saldosunun gözləntilərdən çox artması xəbərləri dolların ucuzlaşmasını daha da sürətləndirib. Belə ki, avron dollara nisbətən məzənnəsi də artıb 1 dollar 0.677 sentə kimi bahalaşıb və 1 dollar 0.610 sentin üzərində qaldıqca 1 dollar 0.777 sentə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Buna yanaşı enerji bazarlarında Avropa Brent markalı neftinin bahalaşması da avron bahalaşmasına müsbət təsir edir. Belə ki, Avropa Brent markalı neftin 1 barel qiyməti artıq 57 dollar kimi bahalaşır və gələcək günlərdə 55 və 57 dollar aralığında dalğalanacağı gözlənilir. Əlavə məlumatlar üçün isə investors.az/analiz saytından da istifadə edə bilərsiniz. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.